Onlar dünyadək nə üçün süqut etdiyi hələ də məlum deyil. Köçəri ağ tayfaları Elden əvvəlki minlikdə bura gəlmişlər və Hind yarımadasındakı ahali ilə qaynayıb qarışmışlar. Əmək məhsuldarlığının artması və əvəzsizliyin yayılmasına gətirib çıxardı. Adlı sanlı adamlar quldarlara çevirdilər. Tayfa başçıları arasında tədricən padşahları çevirməyə başladılar və Eradan əvvəl birinci minlikdə ilk şəhər və dövlətlər yaranmağa başladı. Maya sülaləsindən olan Aşoka Eradan əvvəl 3-cü əsrin ikinci yarısında Hindistanı vahid dövlətlə birləşdirməyə nail oldu. Amma onun ölümündən sonra yaratdığı dövlət dağıldı. Yaxşı. Bu qrupdan kiminsə bəlkə bir əlavəsi var? Yoxdur əlavəsi. Növbəti qrup kim gəlmək? Asla qrupu gəlmək. Kim gəlir? Buyur. Sərifə gəlsin. Sualı sən də oxu dinən əvvəlcə. Görək sual neydi? İnsanlar hansı kastalara bölünürdü? Hindliler arasında yaranmış bərabərsizlik onların dinində də öz əksini tapmışlar. Hindliler inanırdılar ki, insanlara yaradan başlarını bırakmaq, onlara əməllərinə görə kastalara bölmüş, hüquq və vəzifələrini müəyyən etmişdir. Qədim Hind əfsanəsinə görə başlarını bırakma, öz dodaqlarından şahilləri, qollarından döyüşçüləri, sıcaqlarından icması fəndləri, ayağın tozundan isə şükraları yaratmışlar. Başlarını bırakma, öz dodaqlarından şahilləri yaratdığı üçün yalnız onlar Tanrı adına danışa bilərdilər. Kassaya məxsusluq irsi idi. Brahmanın oğlu Brahman, Şudranın oğlu Şudra olurdu. Kassaya daxil olmayan toxunulmaz adamlar da var idi ki, onların ən işləri görürdü. Maşallah, yaxşı, əyləş. Aşağılar, burada bir məsələni var, bildirirsə, bayaq mən də dedim, bir kastadan digər kastaya keçmək qadağan idi, olmazdı yəni. Əslində qalsa bu pis aldı, yoxsa yaxşı aldı, kim deyər? Yaxşı aldı mı, yoxsa pis aldı? Pis aldı, əlbəttə pis aldı. Yəni ki, bəlkə, axı insanlar öz qabiliyyətlərinə görə, öz əməllərinə görə fərqlənməlidir cəmiyyətdə, elə deyilmi? Növbəti qrupumuz kimdir? Sən, buyur. Kazmalar qrupundan. Səlimli Murad. Hindistanda memarlığın inkişafı haqqında nə deyə bilərsiniz? Qədim Hindistanda memarlıq və heykəltaraşlıq da yaxşı inkişaf etmişdir. Hamşa Aşokanın dövründə möhtəşəm sütunlardan ibarət sərdabələr, məbədlər inşa olunmuşdur. Sütunlar düzünün üzərində daşdan yonulmuş 4 aslan heykəli dururdu. Bu aslanlar dünyanın 4 tərəfinə baxırdılar. Onlar sanki çeşidsiz kimi sərhədi qoruyurdular. Eradan əvvəl 1-ci əsrdə daşdan yonulmuş darvaza əsrdə sərhədləsi olmuşdur. Qədim Hind memarları bu darvazanı zəngin naxışlarla bəzəmişlər. Hindistanın zəngin bitki və heyvanat aləmi Hind xalqının əfsanəvi qəhrəmanları təsvir olunmuşdur. Qədim Hind memarları qayaları çaparaq sərdabələr, məbədlər yaratmışlar. Heykəltaraşlar isə divarlarda insan və müqəddəs saydıqları heyvanların təsvirlərini yormuşlar. Yaxşı, sağ ol, əyləş. Növbəti qrupumuzdan kim gəlmək? Babaya Baytaz gəlmək. Buyurun. Hindistan dünya mədəniyyətinə hansı töhfələr vermişdir? Hindilərin öz yazısı var idi. Onlar Fenix əlifbası ilə tanış olmuşlar. Qədim Hindilərin etiqadları və dünya görüşləri onların yaratdıqları mühafizat edilməyə dastanlarında öz etkisini tapmışdır. Hindilər ilə böyük töhfələr verilmişdir. Hindilərin ixtira etdiyi asan və sadə hesablama qaydası ən mühüm yenilik idi. Onlar sıfır rəqəmini tətbiq etdilər. Sıfır rəqəminin köməyi ilə nəinki onluqları, yüzlüklər, hətta minlikləri ifadə etmək mümkün idi. Hindilərin ixtira etdiyi bu rəqəmləri ərəblərlə işləmiş, ərəblərdə isə Avropalılar öyrənmişlər. Qədim Hindilərin etiqadları və qanunları bir daxili yazılardan toplanmışdır. Bu qanunların insanları ağır cəzalandırıldı. Sağ olun, əyləş. Maşallah. Biz bax, təqdimatı dinlədik, maraqlı fikirlər var orada. İndi isə, gəlin belə növbəti addıma baxaq, biz bu məlumatlarımızı bir daha müzakirə üçün belə plandan istifadə edirik. Hindistanın təbiəti və əhalisi haqqında nə bilirik? Kim cavab verər? Buyur Sevil, cavab verir. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. Yarımadanın şimalında Himalay dağları ucalır. Hindistan yarımadası əsasən yarılardan ibarətdir. Yarılar ilə Himalay dağları arasında düzəltib yerləşir.
keçirmişlər. Burada eradan əvvəl 3-cü minilliyə aid şəhərlər, Mahacadar və Harappa xarablıqları aşkar olunmuşdur. Onların hansı səbəbdən söküb etdiyi hələlik məlum deyil. Eradan əvvəl 2-ci minillikdə Hindistana Ari tayfaları gələrək yerli əhəmcələri qarşımışlar. Yaxşı, sağ ol. Eləysə onda Buddizm təlimi haqqında nə bilir? Kim cavab verə bilər buna? Buddizm təlimi haqqında nə bilir? Buyur, Eləysə. Hindistanda insanların kasıla bölünməsinə qarşı çıxan adamlar da var idi. Onlardan biri Qalxama idi. Rəvayətə görə o Qalxama vasitəsinin oğlu olmuşdur. Qalxama ərazilərdə etmə idi, yoxsulların ağır vəziyyətinə acıyırdı. O həyatın mənasını dərc etmək üçün çox düşünürdü. Çox gəz yaşlandı, evdən gedən Qalxama 6 ay tutulur. Oruç tutub, yuxusuz gecələr keçirir. Nəhayət həyatın mənasını dərk edir. Anlayır ki, insanların cəmiyyətdəki yeri onların hər şeyi ilə deyil, əməlləri ilə müəyyən olunur. Həyatın əzablarından qurtulmaq üçün insanlar nəfslərini boğmalı, xeyirxah işlər görməli və əvvələtli olmalıdır. Buna görə də onu Budda təlimi hesab etdirməlidir. Aşağıda Budda sözünün mənası nə deməkdir? Kitabda bayağı oxuyardığınız fikirdir, hə? Həqiqətlə işıqlanmış bilgidir. Bilicidir. Yəni, bu adam elmlərə daha çox meyil göstərir. Ona görə sanki müdrik olur da, bilici olur. Həqiqətlə nurlanır bu adam. Ona görə də Budda sözü də burada yaranır. Yaxşı, həqiqət. Növbəti sualımız. Bugün hindilərin hansı elmi ixtiralarından biz istifadə edirik? Kim cavab edir? Ələkbərlə zaten izah edirsin. Onlar fizik əlifbası ilə tanış olmuş, özləri məxsus yazı yazmışlar. Yüzlər sıfır və digər rəqəmlərdən istifadə etməklə sadə hesab aydası kəşf etmişlər. Bu rəqəmləri əvvəlcə ərəblər, sonrası Avropalılar istifadə etmiş. Ərəblərdən götürdükləri bu rəqəmləri Avropalılar ərəb rəqəmləri almışlar. Bayağı geliyor. Deməli, biz də o rəqəmlərdən bu günləri geniş istifadə edirik, öyle değil mi? Yaxşı, növbəti sualımız Hindistanda insanların kastalara bölünməsinə münasibət necədir bəs? Biraz dedik bayaqları. Görək bu yaxşıdır, pisdir, necə cəhətidir bu? Tural deyəcək. Hindistanda insanların kaslara bölünməsinə münasibətin pisdir. Çünki insanların bu zaman hüquqları pozulur, onların istedadları nəzərə alınmırdı. Aysası, yaxşı. Növbəti sualımız isə Hindistanın ərazisini, bir də paytaxtını kim mənə göstərə bilər? Kim istəyir göstərir? Kim göstərə bilər? Gəlin, göstərər, yerindən göstərsin, davra gedməyək. Mənim bu Hindistandır. Ay, sağ ol. Mənim buradakı mənim onun paytaxtı. Adı nədir? Delhi. Delhi şəhəri. Bəli, laf yox. Laf yox. Elə seni növbəti bir adına geçir. Bax, belə bir sizinlə Misir və Hindistan tarixini Ven diyaloğunun əsasında mübahisə edəcək sizinlə. Görək, Misir haqqında bir keçdiklərimizi yadımıza salaq. Bax, indi Misir və Hindistanın gəlin fərqli cəhətlərindən başlayaq. Fərqli cəhətlər haqqında mənə kim deyərlər? Zərbə buyurur deyil. Qədim Misir eradan və 400 ildə yaranmışdır. Qədim Hindistan eradan və 400 ildə. Olar. Sonra Tural Bey buyur. Misir Afrikada yerləşir, Hindistan isə Avraziyada. Avraziyada. Mehmet buyur. Misirdə qulaqların canlılarında Hindistanda yat düşmək. Yat düşmən adına. Bəli. Sonra kimdir? Seyhun buyur. Misirdə hökümlər Firon adlandırılırdı, Hindistanda isə Raca. Laf yaxşı. Səlimli Burak biz. Qədim Misirdə əhali 3 təbəqəyə bölünürdü. Hindistanda kasılar. Daha kim nəsə deyə bilər? Tural buyur. Misirdə başlanır Amul adlanırdı, Hindistanda isə Burak. Yaxşı. İndi gəlin bir oxşar cəhətlərindən də deyək. Görürəm ki, bir oxşar cəhətlərindən kimlər? Nemət deyil. Hər ikisi şər götürür. Sonra Ələkbərzadə Nizam. Hər ikisi elmə tövbələr verir. Elmə tövbələr verir. Səlimli Murad desin. Hər ikisində sərdabına reşə olmuşdur. Fatimə buyur. Özünə məxsus mədəniyyətlər Özünə məxsus mədəniyyətlər var. olur. Buyur görək nə deyir. Hər ikisinin özünə məxsus yazıları var. Özünə məxsus yazı olur. Yaxşı. İndi sən növbəti bir adama keçək sizi. Görək biz Hindistan mövzusu haqqında sizinlə nə öyrəndik? Kim deyək? Buyurun. Qədim tarixə malik olan Hindistanın yaranması və mədəniyyəti ilə digər dövlətlərə təsir etmişdir. Hindistan Asiya qitəsinin cənubunda yerləşir. İsti iqlimə malik bir ölkədir. Yaxşı. İsti iqlimə malik ölkə. İndi isə daha kim deyəcək mən? Fatimə buyur. Görək nə bilirsən sən? Hindistonların dünya mədəniyyətinə bəxş etdiyi şahmat, sıfır rəqəmi, daş darvazası və s. Haqqında buyur. Qədim Hindistan
dinlərini buraxmayız və budizm dinlərini bildik və onları bir-birindən fərqləndirdik. Fərqləndirə bildiniz mi? Bu dinlərin tərəflərində yaranan sosial münasibətlər müəyyən. Yaxşı. Buyur Səyid, görəsən nə deyir? Qədim Hindistan yerləşdiyi ərazi və bu ərazinin coğrafi şəraitini öyrəndik. Laf yaxşı. Sonra buyur. Qədim Hindistan və əlifba qaydaları kasta quruluşunun insan qulağının olduğunu göstərir. Yeni doğulan muhtacın yaranmasını öyrəndik. Yaxşı. Buyur görüm sən. Azərbaycan Türk işləmir dövrü abidələrində Hindistan üçün səciyyəvi olan bəzi əşyaları tapılmışdır. Bu, Azərbaycanın və Hindistanın iqtisadi və mədəni əlaqələrin olduğunu bildirir. Laf yaxşı. İndi isə siz qiymətləndirməyə keçməmişdən əvvəl sizi gəlin belə bir şeydir. Kim mənə Aşok haqqında nəsə öyrənə bildinizmi? Aşok haqqında kim deyər mənə? Kim danışır? Buyur zərbi, görün. Mauritius sülaləsinin nümayəndəsi olan Aşoku eradan əvvəl 3-cü yarısında Hindistanı vahid dövlətlə birləşdirmişdir. Lakin onun ölümündən sonra qurduğu dövlət dağılmışdır. Yaxşı. Bəs o Makedon İskəndərin də Hindistana yürüyüş haqqında bayağı oxuda biz rast gəldik. Kim deyər? Onun haqqında sural qoyur. Makedoniya İskəndər 4-cü əsrin 20-ci illərində Hindistanın şimal-qərb hissəsini hücum etmişdir. Hücum zamanı əhalinin güclü müqavimətinə rast gələn Makedoniyalı İskəndər əsgərlərin tələbi ilə geri dönmək məcburiyyətində qaldı. Deməli, hansı səbəblərdən geri qayıtdı İskəndər? Məcbur oldu. Çünki müəllim əhali güclü müqavimət və əsgərlər yorulmuşdu. Əsgərlər yorulmuşdu. İndi isə aşağılar, bax, qruplarının işinə biz baxıraq mən burada. Çox maraqlı şəkillər çəkdim, maşallah yazmışsınız da. Qrupların təqdimatı burada bax görürsünüz, tapşırıq tam vaxtında yerinə getirilir, əməkdaşlıq olur, tapşırıq vaxtında yerinə, faktların əhatəli və dəqiqliyi, təqdimat özü, tapşırığın tam yerinə getirilməsi də verilir. Bax, qrupların mən 4 qrupun 4'ündən də razıyam. Sağ olsun ki, belə təqdimat hazırladınız, ona görə də qrupların işi əla qiymətləndirir. İndi biz bir dənə də bir ideyalar halımız var idi. O ideyalar halısına kimsə nəsə hazır, ideya yarandı mı Hindistanla bağlı? Hansısa bir ideya qruplarda. Buyurun, təqdim edin onu da. Ondan sonra mən sizin hər birinizdə də kim ideyaların yaxşı veribsə, xoşuma gələcəksə, daha yaxşı qiymətləndiriləcək, xüsusilə qiymətləndiriləcək. Ay sağ olun. Eybi yoxdur, eybi yoxdur. İndi bu ideyalar arasında müəyyən kim yazır? Oxu şey ürünlər, nə yazmışlar? Hindistan mimarlığı ilə daha yaxından tanış olmaq istədir. Bəs bu yarpağımızda kim, hansıydı? Buyur Fatimə, görəksən mi? Hindistana gedib filləri görmək istəyirsən, laf yazır. Bəs bu yarpağımızda kim ideya yazır? Buyur görüm sən mi yazırsan? Hindistan yeməklərini öz şəhərimizdə Ne eləmək istəyirsən? Yeməkləri yemək istəyirsən Hindistana maşallah. Ya bəlkə bir restoran açasan öz şəhərimizdə. İnşallah. Onlar. Bəs bunu, buyur görək. Hint dilini öyrənmək. Bu da yaxşı ideya. Bax görürsünüz, maraqlı ideyalara görə, maraqlı ideyalara görə, bax bu ideyalar özləri də yaxşıdır. Hər bir, belə deyək də, arzu istək nədən də olur? İdeyadan. Ona görə də belə ideyaların verilməsi özü də maraqlıdır. İndi uşaqlar ev tapşırıqları mən masaların üstündə yazıb qoymuşam, bax, ev tapşırığını da qeyd ediyor. Yeri gəlmişkən, ev tapşırığı növbəti keçən dərsimizdə verilmişdi. Kim hazırlayıb ev tapşırığı? Kim hazırlayıbsa mənə sakitcə bir nəfər təqdim eləsin, mənə hər qrupdan bir nəfər gətirsin, mənə təqdim eləsin ev tapşırıqları. Bugünkü dərsimizdə qrup deyil, kimlər təqdim elədi, təqdimata çıxmışdı. Tural idi, Zərifə idi, Səlimli Murad idi, Babay və Aytar. Bax, bunları da biliyi qiymətləndirilir, bunlara da yaxşı qiymətləndirilir. Çox sağ olsunlar deyirəm. Eləcə də dərsdə iştirak edən digər şagirdlərimiz oldu. Burada Naila oldu, yaxşı cavab verdi. Ələkbərzadə Nizaf xoşum gəldi.
Elşan yaxşı suallara cavab verirdi, fəal idi. Seyhun fəal idi, Fatimə fəal idi. Bax, bu uşaqlara da xüsusilə bu günləri yaxşı qiymətlər yazılacaq. Yəni, onların qiymətli bilikləri belə alqışlara layiqdir. Ay uşaqlar, Hindistan haqqında bir nəsə sizinlə öyrənə bildikmi? Maraqlı mövzu oldu. Onu da deyim ki, biz Hindistan haqqında deyəndə bilin ki, Hindistan Azərbaycan əlaqələri çox qədimdəndir. Və eləcə də bax, belə bir kitabı görürsünüz. Öz şəhərimizin nümayəndəsidir. Gedib Hindistana ordulu və kitab yazır. Məsləhət görürəm, belə kitablara şəhərimizdən olan Hindistana yola düşmüş adamların kitablarını da oxuyur. Hamı başa düşdü mü dersiniz? Sakitcə kitablarını yığışdırırsınız, keçirsiniz o bir otaqlar. Otaqlar. Thank you.